Əlbəttə ki, Azərbaycan xalqı Tofiq Yaqublunun necə bir dürüst, mübariz və qəhrəman bir insan olduğunu bilir. Ona görə də bu barədə ətraflı danışmırıq. Biz zaten çox danışmışıq. Amma ona diqqət yönəltmək istəyirəm ki, bu heç nəyə görə verilən 9 il nəyin ifadəsidir? Aydın məsələdir ki, Tofiq bəy 9 il müddətində həbsdə qalmayacaq. Mənim buna şübhəm yoxdur ki, ümumiyyətlə Azərbaycan hakimiyyətinin bundan sonra da 9 il hakimiyyətdə qalması ümumiyyətlə mümkün deyil. Nəinki Tofiq bəyin həbsdə qalmalı. Amma bu 9 il müddət nəyin ifadəsidir? Bu, Azərbaycan hakimiyyətinin Tofiq Yaqubluya olan öfkəsini, kininin, qərəzinin ifadəsidir. Ona olan o nifrətlərini bu illərin sayına görə müəyyənləşdirdilər. Yəni, prinsip etibarilə Tofiq Yaqublunun 2-3 il, yoxsa 9 il azadlıqdan məhrum edilməsinin böyük bir fərqi yoxdur. Onsuz da onun azadlığa çıxmağı ölkədəki siyasi vəziyyətin dəyişməsinə bağlıdır və o uzun müddət həbsdə qala bilməyəcək. Amma Azərbaycan hakimiyyəti öz kinini, qisas hissini bu 9 illə ifadə elədi.